1906-1911-ci illər arasında Azərbaycan türkləri eyalət əncüməni istəyirlər. Yəni bölgə özünü idarə etsin, öz taleyinə sahib çıxsın. Lakin 1911-də məşrutiyyət məğlubiyyətə uğrayır və ölkə xaosa sürüklənir. 1918-1920-ci illərdə isə çox ağır bir hadisə baş verir. Assurilər və ermənilər Rusiya dəstəyi ilə bölgədə yaşayan türklərə qarşı qətliamlar törədir. Bu hadisələr tarixə Çilovluluq hərəkatı adı ilə düşür. Türkiyədə bu hadisələr çox az bilinir, amma əslində orada minlərlə türk öldürülür. Osmanlı dövləti o dövrdə müdaxilə edir, amma bəzi səhvlər də olur. Məsələn, İsmail Simko adlı Kürd liderinə dəstək verilir və bu gələcəkdə Türk-Kürd ziddiyyətinin təməlini qoyur. Mərkəzi dövlətin idarəsi zəifləyir, anarxiya hökm sürür. 1920-ci ildə isə Şeyx Məhəmməd Xiyabani rəhbərliyində Azadistan dövləti qurulur. O deyirdi ki, biz məşrutiyyəti bərpa etmək istədik, amma mərkəz bizi aldatdı. İndi artıq öz taleyimizi özümüz müəyyənləşdirməliyik. Eyni dövrdə, yəni 1918-1920 arası, Şimali Azərbaycanda da Məhəmməd Əmin Rəsulzadənin qurduğu Azərbaycan Demokratik Cümhuriyyəti fəaliyyət göstərirdi. Yəni, həm şimalda, həm də cənubda milli dövlət qurmaq arzusu eyni anda baş qaldırmışdı. Təəssüf ki, Azadistan dövləti cəmi 6 ay yaşadı, Xiyabani qətlə yetirildi, Təbriz mərkəzdən alınaraq Fars idarəsinə tabe edildi. 1924-cü ildən etibarən isə Qacan xandanı devrildi, yerinə Pəhləvi sülaləsi gəldi və Fars milliyyətçiliyi dövlət ideologiyasına çevrildi. Bu ideologiyanın iki düşmanı vardı: Ərəb və Türk. Fars milliyyətçiləri yazılarında açıq şəkildə yazırdılar ki, əgər Sasani dövrü İslamdan öncə davam etsəydi, İran bugün dünyanın mədəniyyət mərkəzi olardı. Amma əvvəl ərəblər, sonra türklər bu inkişafı kəsdilər. Türklərin İrana gəlişini, yəni Həmlə və Abızayan, tarixi fəlakət adlandıran yazılar ortaya çıxdı. Onlara görə türklər yağmalayıb gedənlər idi. Bu baxış tərzi İrandakı bütün milliyyətçilik və assimilyasiya siyasətlərinin əsasını qoydu. 1924-cü ildən sonra İrandakı türk bölgələri sistematik şəkildə parçalanmağa başladı. Ən böyük vilayət olan Azərbaycan əyaləti bölündü, bəzi hissələr kürdlərə verildi. Eyni dövrdə məktəblərdə və idarələrdə türk dilinə qadağan qoyuldu. Türklərə eşşək deyərək təhqir etməyə başladılar. Hətta bəzi deputatlar parlamentə təklif verirdi. Türk uşaqları 8 yaşına qədər analarından ayrılmalı, fars dilində böyüməlidilər. O vaxtdan Azəri termini ortaya atıldı. Fars yayları deyirdilər ki, Azərilər güya İranlı bir xalqdır. Sadəcə türkçə danışırlar. Bu açıq şəkildə assimilyasiya siyasəti idi. İkinci Dünya müharibəsi başlayanda Rıza Şah Hitleri dəstəkləyir, amma müttəfiqlər İrandan keçmək istəyirlər. Rıza Şah sərhədləri açmır və nəticədə 1941-ci ildə İran işğal olunur. Şah sürgünə göndərilir və ölkədə yeni hərəkətlər başlayır. Xüsusilə Azərbaycan bölgəsində milli ruh yenidən canlandı. 1941-ci ildən etibarən Azərbaycan cəmiyyəti quruldu. Məqsədləri türkçəni qorumaq, mədəniyyəti yaşatmaq, türkçə kitablar nəşr etmək idi. Bu prosesin nəticəsi olaraq 12 dekabr 1945-də Seyid Cəfər Pişəvərinin rəhbərliyində Azərbaycan Milli Hökuməti quruldu. Təəssüf ki, bu hökumət də çox yaşamadı. Elə həmin ilin sonunda ABŞ və SSR təzyiqi ilə Təbrizə ordu yeridildi, vəhşi qırğınlar baş verdi. Amma o dövrdən etibarən türk kimliyi, türk dili və ədəbiyyatı yenidən canlanmağa başladı.